Herkese salam dostlar. Dostlar bugün size N11 Kral Armsan N11 gaz pistonlu seriyasını göstermek istedim. Gördüğünüz gibi binokul üstüne binokul qonanda olur bir möhtəşəm bir tir tüfəngi. Və bunun qundağında görürsünüz yanaqlıq ayarı var. Və binokulla atış eləmək istəyirsinizsə, yanaqlıq ayarı olan tüfəngdən istifadə eləsəz daha məsləhət. Çünki yanağınız orada boşluqda qalacaq dostlar. Üzərində 22 və 11 mm ipkatin reisi, ayarlanabilir cəzvə, sabit fosfor arpacığı, ucunda böyük bir kuluş deri. Kuluş derin belə göstərim də sizə bax. Bir qarış, məndə 20-21 sm təxmin. Və Kral Armsanın bütün modelləri də mövcuddur mağazində. Bu da onun N13 versiyasıdır. Bax görürsünüz dostlar. N11'də saydığım özəlliklər bunda yoxdur. Yanaqlıq ayarı da yoxdur. Üzərində əlavə Picatinny reisi də yoxdur və susturucusu da yoxdur dostlar. Yəni bu onun alt segmentidir. Model 13 seriyası ola bilər, amma özü alt segment. Bu da dostlar Verna Carone'nin modelidir. Bu da çox güclüdür. Qaz piston sistemləndir. Və bunların demək olar ki, üçü də həmən eyni segmentin silahlarıdır da. Baxın. Verna Carone də güclü modeldir. Yəni kim bu tirlərdən əldə etmək istəyirsə, dostlar, bax deyim, kreditimiz yalnız bir kartlandır. 18 yaşdan yuxarı hər bir kəs şəxsiyyət vəsiqəsi ilə yaxınlaşıb mağazaya bunlardan əldə edə bilər. Ünvan kim istəyirsə WhatsAppda yazsın, konum ataq. Verilən suallara cavab verirəm dostlar. Hamısı 4.5 kalibradır. Başqa kalibra soruşmayın. Azərbaycanda atışı və satışı qadağandır. 4.5-dən başqa hamısı qadağandır dostlar. Olan kalibrajımız budur. Kim əldə etmək istəyirsə, N11'in atış məsafəsi belə bir binokulla, yaxşı bir qırma ilə təxmini 100-120 metr civarı atış eləyə bilər. Bax, belə bir möhtəşəm tir tüfəngidir. Geniş götürürəm ki, görə bilərsiniz. Kim əldə etmək istəyirsə, sadəcə WhatsAppda yazmağa bəs edir dostlar. Kanalımıza da abunə olub, videolarımızı da bəyənməyi unutmayın dostlar. Çox sağ olun. Var olun.